Üçüncü xüsusiyyət ki, qadın üçün zinətdir, kişi üçün pis, xəsislik. Xəsislik. Bir qədər, əlbəttə, yenə deyirəm, elə başa düşmün, qadın simiz və xəsis olmalıdır, paxıl olmalıdır, xeyr. Bir qədər kişidən daha çox xəsis olmalıdır. Yəni, qadın bədxərc olmamalıdır. Qadın üçün bu neymətdir. Qadının məzəmmət eləmək olmaz ki, sənin də məsələn, bir dənə şey olur da qadınlarda, biraz ucuz olmaq üçün nə boyda yol gedir, geçsin onun ucuzunu tapsın. Bu yaxşı xüsusiyyət. Qadında bu xüsusiyyət olsa yaxşıdır. Allah yolunda xərcləməyə aid deyil, orada xəstə eləməsin. Mən fikir vermişəm ki, əksinə o nəzirlərin, qurbanların çoxunu elə qadınlar deyir, yazıq kişiləri aldırır sonra. Yəni, qadınlar o nəzir, ehsan məsələsində səxavətlidirlər. Yaxşıdır, o olsa yaxşıdır. Allah yolunda ehsan eləməyə qadın kişi fərqi yoxdur, xəstə eləməsin gərək. Ora xəstə yeridir. Amma şəxsi məsələlərdə qadın bir qədər fərqli olmalıdır, bir qədər xəstə olmalıdır. Görürsən, ürəyə gəlmir filan şeyi almağa. Sən onu vadar eləmə. Kişi öz ölçüsü ilə baxır, deyir, məsələn, 5 manata görə, 3 manata görə o boyda yol getmirsən, özü kimi görür. Amma bu fərqliliyi qoy onda qalsın. Qalsa yaxşıdır. Və axırda Əl-Əleyhisselam fəlsəfəsini də bəyan eləyir. 2 dəqiqə vaxt uzalım, sözümü bitirim. Buyurur ki, əgər qadının qüruru çox olsa, onun bunun istəkləri qabağında möhkəm dayanacaq. Kiminsə istəyinin naləti olmayacaq. Bəzi işlər var, qadının qüruruna yaraşmır. Sovet dövrü nə dövr idi ki, apardı qadın-kişi bərabərliyi adından qadınları ağır işlərə yönəltdi. Qadının qürurunu sındırdı. Bəzi işlər var, qadına yaraşmır, kişiyə yaraşır. Kişi küçədə yer süpürər, eybi yox. Amma qadının qürurunu, qadına uyğun iş deyil. Qadına uyğun iş deyil. Qadının qüruru bir qədər kişidən çox olsa yaxşıdır. Ailə daxili münasibətlərdə yox, ictimai münasibətlərdə. Ondan sonra buyurur ki, əgər qadında xəsislikdən bir hissə olsa, o ərinin malını qoruyar, dağıtmaz. Vay o gündən qadın bədxərc oldusa, kişinin evi yıxıldı, həqiqətən deyirəm. O ki, başladı sağa sola xərcləməyə, heç nə. Qadında zaten o qənaət. Əslində bu xəstlik deyil, qənaətin şiddətidir, xəstliyə yaxın mərhələsidir. Ona görə xəstlik deyir Həzrət Əli. Və yaxud da təkəbbür deyəndə izzətin ən ali dərəcəsidir. Gəlir təkəbbürün sərhəddindədir. Ona görə Həzrət Əli Əleyhisselam təkəbbür deyir. Yəni qənaətçil olmalıdır.